Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əzizov, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Bu həftənin iş elanları ilə qarşınızdayım. Bu günləri 10 may 2025 tarixidir və mən sizə bu həftənin iş elanlarından bəhs eləmək istəyirəm. Deməli, bu həftə üçün olan iş elanlarının mən hansılarından bəhs eləmək istəyirəm? Sizcə mən onların hamısını bəhs eləsəm bu videonun müddəti nə qədər olar? Əlbəttə ki, uzun müddət çəkə bilər, saatlar ala bilər. Amma mən sizə bu həftənin iş elanlarından məhz daha az şərti olan, baxın, birinci kriter budur, birinci meyar, birinci şərt budur ki, daha az şərti olan iş elanı olsun. Yəni, şirkət işçidən daha az tələb qoysun qarşına, az şərt qoysun, az hədd qoysun. Həmçinin orta səviyyəli bir iş olsun. Yəni, misal üçün, fəhlə işindən əlbəttə ki, az bir şərt tələb olunur. Nə tələb olunur? Ancaq fiziki güc. Amma bəzi işlər də var ki, orta səviyyəli işlərdir. Normalda o işlərdən çox şey tələb olunur, yəni o işə düzəlmək üçün. Amma mən sizə nisbətən az şərti olanlarını, onların həmin o versiyada olan işlərin sadalamaq istəyirəm. Onlardan çoxu, deyim də sizə bu həftə üçün olan ofis meneceri var, logistik operator işi var, yanacaq doldurma məntəqəsində kasser operator işi var, yanacaq dolduran şəxs var 700 manatlıq, müştəri bələdçisi işi var 600 manatlıq, ambarlar köməkçisi işi var 500 manatlıq, kompüter operatoru işi var 600 manatlıq, piyada kuryer işi var 700 manatlıq, qeydiyyatçı işi var 700 manatlıq, resepsiyon işi var 300 manatlıq, resepsiyon işi var 700 manatlıq, paketləyici işi var 700 manatlıq, satıcı işi var part-time, rəhbər köməkçisi işi var, ofis meneceri işi var, sənəd prosesi üzrə köməkçi işi var, ofis meneceri işi var yenə də, əməliyyatçı işi var SLR filialında, koordinator işi var, ofis meneceri işi var, ortoped texniki assistent işi var, çapçı köməkçisi işi var, resepsiyon işi var, assistent işi var, ingilis dili işi var, onlayn ingilis dili müəllim işi var. Gəlin elə bu işlərə ümumiyyətlə müraciət eləmək üçün, ümumiyyətlə iş axtarışınıza dəstək əldə eləmək üçün videonun üzərində əlaqə vasitəsi qeyd olunub, həmin əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Gəlin indi sizin daha aydın olması üçün, baxın, misal üçün, onlayn ingilis dili müəllim işindən bir misal vereyim. Baxın, bu işdə sizdən tələb olunur ki, ingilis dilini bilin sadəcə, B2 səviyyədə və başqa bir şey tələb eləmir. Yəni, tələb eləmir ki, sizdən müəllimlik üzrə biliyiniz olsun, təhsiliniz olsun, təcrübəniz olsun. Sadəcə deyir ki, İngilis dili biliyiniz olsun və onlayn ingilis dili müəllimi olaraq işləməyə hazır olun. Gün ərzində də 3 saat vaxtınız olsun, gecə vaxtı, axşam vaxtı. Biz sizə müəllimliyi öyrədirik, oturub evinizdən belə bir iş görə bilirsiniz. Yəni, belə rahat işlər var. Resepsiyon işlər var, misal üçün, təcrübə tələb eləmir və yaxud da xarici dil tələb eləmir. Başqa bu tipli işlərdir ki, mən sizə paylaşdım az öncə. Sağ olun, salamat qalın, işsiz qalmayın.